Talih Yüzbəyevin videosunu o qədər PR elədiniz ki, başlıqları oxumaqdan yoruldum. Axıra dedim bir girim görüm içəriyi nədir bu videonun. Bu millət niyə qalxıb ayağa? Nə baş verir axı? Gördüm bir qadının üzünü analiz edir. Diş vinildi, burun nə bilim düzəlmədi. Sonra nə dedi? Dodaq dolğudur. Hə. İndi gəlin oturaq düz danışaq. Diş vinildi də o videoda. Düzdür. Demir ki zirkondur. Demir ki qızıldır diş. Hə, burnunun qənətləri artıq nə olur da bilmirəm. Hə, demir ki burunda sonsuz aşita qurulub. Nə deyir ki? Deyir burun əməliyyatdır da. Dodaq dolğudur deyir də, düzdür. Ay sağ ol. Deyir dodaq dolğudur da, düzdür. Demir ki dodağın içində qanatlar var. Nə deyir ki bu yetimlər düşmüsünüz bunun üstünə? Olsun onun dərdi başından aşır. Allah balalarına şəfa versin. Onun yoldaşının çox ağır imtihanı var. Vallahi mənim onun yoldaşına çox böyük hörmətim var, vizual. Uzaqdan uzağa. Çünki bilirəm ki, iki balasına necə qayğı lazımdır və ona göstərir. Nə haküs almışsınız ha? Bir insan olaraq, fərd olaraq hər kəsin demokratik fikrini söyləmə haqqı var. Biz elə bir ölkədə yaşayırıq ki, biz sözümüz dediyimiz üçün bizi asıb kəsmirlər. Nə deyib də yaxşı? Deyir başında ananas bitib. Nə deyir ki, videonu göstərir, bunu da deyir. Şəxsən mənim şampunçik nədir o qədələrin adı? Buralarını qaldıran, dodağına dolğu vuran, burun kəstirən qədələrdən xoşum gəlmir. Birini qoysalar mən də onu analiz eləyə bilərəm ki, bu belədir, bu belədir. Öldürəcəksiniz mi məni? Nə istəyirsiniz? Nədir bu da? İnsan onu analiz eləyib, çatdım, mən niyə bunu açmıram? İnsan bunu analiz eləyib, burada qeyri-adi nə var, nə düşmüşsünüz xalqın üstünə? Talihlə düzdür, bir iki dəfə rastlaşmışıq maşın şoda zaten. Yəni nə istəyirsin, nə soyuq. Amma nə istəyirsiniz də adamdan? Adamdan nə istəyirsiniz? Bir an onu mənə deyin görüm. Yalandan nəsə deyib, olanı deməyib, olmayan deyib. Nə deyib? Düşmüşsünüz arvadına, qızına. Onun qızı, bilirsiniz qızının vəziyyətini. Utanmırsınız, nəyi paylaşırsınız?